Seyfəddin Dağlı, Kəcil qapısı romanı. Proloq. Təbrizin qışı qəşəng olur. Sakit, küləksiz günlərdə nəhəng yelkən kimi şəhər üzərində titrəyən boz səma, qoynunda ağ kəpənəklər tək uçuşan qar dənəcikləri altında insan xoş yüngüllük hiss edir. Tələsmədən, ahəstə-ahəstə alınan hər nəfəs, gözə görünməyən yelpazə kimi bütün daxilinizi saf, sərin cərəyanla oxşuyur. Hələ gecələr, erkən uyuyan Təbrizin qış gecələrinin xüsusi gözəlliyi var. Açıq havada, şaxta qoynunda, ağzınızdan burnunuzdan çıxan soyuq, fənər işıqları içində rəqs edən isti buğ dalğaları sanki qəlbinizi, hissinizi də özü ilə çəkib göyə, intihasız qar axınının sehirli səltənətinə aparır. Bu zaman siz möhkəm geyinib küçəyə çıxmaq və çəkmələrinizin altında əriyən qar dənəciklərinin ahəstə xışıltısı üstündə siqarınızı yandırıb tək-tənha gəzmək və düşünmək və gəzmək istəyirsiniz. 1946-cı il yanvar ayının belə gecələrindən biri idi. Gündüzdən yağan qar ara vermiş, buludlar arxasından yenicə çıxan ay şəhəri nura boyamışdı. Göydən süzülən qızılı ay şüaları yerə səpələnmiş gümüşü qar dənəcikləri ilə gizlənqaç oynayırmış kimi yaxında, uzaqda yanıb sönür, ətraf qaşdaşla dolu, zərgar cəmakanı tək bərq vururdu. Səhərin ayazı, küçələrin çamırını dondurub qurutmuş, gündüzün qarı suvaq kimi bu yumşaq döşəmələrin çala-çuxurunu örtüb bastırmışdı. Gecənin şaxtası isə qar suvağını sanki simentlə bərkitmişdi. Gecə sakit, küçələr boş, nə gediş var, nə gəliş. Yalnız baş xiyabanda müqəvva kimi donub, kefdən qayıdacaq gecikmiş müştəriləri gözləyən islah faytonlar, onların mürgüləyən sürücüləri və yorğun atları, böyük mağaza qapılarında qalın Xorasan köklərinə bürünüb xoruldayan gözətçilər və onların soyuqdan titrəyən itləri. Nəhayət birdə yeraltı anbarların pilləkənləri dibində bir-birinə sığınıb, dişləri şaqqıldayan yarı yuxulu yurdsuz uşaqlar və onların odu sönüb, külü közərən ocaqları. Vəssalam, Təbriz yatır. Biz isə gəzirik. Mən və Təbrizli dostum şəhərin bu məzar röyası içində dərin xəyala dalıb, siqarımızı dumanladaraq qarlı küçələrdə addımlayır, qaranlıq döngələrdə dolaşır, əyri dərbəndlərdə sürüşə yıxıla yeriyirik. Təbrizin bu əsrarəngiz görkəmi bizi sehirləmiş kimi dinmədən, danışmadan, bir kəlməmizlə şəhər əhlinin dərin yuxusunu pozacağımızdan ehtiyat edilmiş kimi cınqırımızı çıxarmadan gedir, haraya getdiyimizi bilmədən, düşünmədən, laubali əhvali ruhiyyə ilə gəzirik. Birdən gecənin lal sükutu içində incə bir səs bizi diksindirir. Qədəmlərimizi saxlamağa, başımızı qaldırmağa məcbur edir. Kəcil qapısındayıq. Qarşımızda yarı uçuq xaraba canlanır. Onun sökük, qarlı divarları, qaranlıq gecə qoynunda qədim asar nümunəsi kimi tamaşalı mənzərə yaratdığı halda, qarşısındakı köhnə, mərtəbə yarım binanın əyri divarlarına düşmüş qalın kölgəsi çürümüş bayquş müqəvvası tək insanın tüklərini ürpədir. Bu ağır kölgənin qurtardığı yerdə, həmin mərtəbə yarım evin üst qatındakı kiçik pəncərədə zəif işıq görünür. Onun solğun ziyası ayın parlaq şüası içində əriyib yox olur. Otaqdan gələn səs isə xarabanın uçuq divarlarında əks-səda verərək yaralı quş kimi Dərbəndin nəhayətində
çırpınır. Bu səs zəif qaval səsi ilə müşayiət edilən zərif qadın avazıdır. O, yanıqlı nəğmə oxuyur. Kəcil qapısı nə yaman qaranlıq, xanımlara vermir aman qaranlıq. Qonaqlara düşdü zaman qaranlıq, öldüm amandı gəl acında qızı. Alışdı yandı bala cında qızı. Kəcil qapısında xanım kölgəsi, xumar gözlərində qara sürməsi. Qoyma gəldi yenə ajan rəisi, körpə ceyrandı quzu cında qızı. Alışdı yandı özü cında qızı. Hansı bürcdə batdı kəclin əxtəri, hansı dərya çalar utdu küşləri, o hansı buluddu tutdu ülkəri, sevməli candı necə cında qızı, alışdı yandı gecə cında qızı. Qaranlıq gecənin səssiz qoynunda can verən xəstə kimi inləyən mahnı, onun həzin havası, oxuyanın ağlar naləsi bizi o qədər mütəəssir etmişdi ki, özümüz də fərqinə varmadan xarabanın qarlı divarları üstündə oturmuş, dərin fikrə getmişdik. Birdən kobud çəpik səsi mahnı ilə bərabər bizim bu düşüncəmizi də qırdı. Sonra heyvərə bir qadın gülüşü, onun ardınca qaba bir kişi söyüşü artıq bizi ayağa qaldırdı. İkicə qədəm atmışdıq ki, işığa gələn bu tək pəncərənin də çırağı söndü. Elə bu zaman kiçik, lakin qalın bulud parçası ayın da üzünü örtdüyündən ətraf birdən-birə lal və zülmət məzarı görkəmi aldı. Mən bu mahnını ilk dəfə eşitmirdim. Fəqət bu gecə o nədənsə mənə ayrı cür təsir etdi. Qəlbimə ağır hüzn gətirdi. Qeyri-ixtiyari dərindən ah çəkdim. Sinəmə dolan şaxta məni öskürtdü. Bir an ayaq saxladım. Təbrizli dostum qoluma girib məni irəli çəkdi və çoxdan bəri araya çökən sükutu pozub dedi. Burada təzə musiqi və mahnıların əksəri cındaxanalardan çıxır. Çünki məxsusi musiqi müəssisəsi yoxumuzdur. Həm də çox vaxt müəllifləri məlum olmayan bu mahnıların öz tarixçələri olur və onları ya bu tarixçələrin qəhrəmanları, yaxud da həmin hadisələrdə yaxından uzaqdan iştirak etmiş adamlar düzəldir. Təbrizli dostum bir an susub sonra əlavə etdi. İstəyirsən bu cında qızı mahnısının tarixçəsini sənə nəql edim. Lütfən, xahiş edirəm, deyə tez dinləndim. Məmnuniyyət və minnətdarlıqla qulaq asaram. Onda evə gedək. Yoxsa küçənin şaxtası hekayəmin hərarətini azaldar. Olsun. Qədəmlərimizi yeyinlədib, kəcil qapısından çıxdıq. Baş xiyabana tərəf yollandıq. Artıq ayın üzünü örtmüş bulud parçası sovuşmuş, ətraf tamamilə aydınlaşmışdı. Səma parlaq ulduzlarla bəzənmişdi. Gülüstan bağının qarşısındakı meydança üzəri billur qədəhlərlə dolu ağ süfrə kimi parıldayırdı. Burada elə bil göylə yer bir-birinin aynası kimi yek digərini əks etdirir, ulduz parıltıları ışıltılarını qarışaraq sanki gecənin qara ağuşundan gündüzə bəyaz bir pəncərə açırdı. Evə nə vaxt çatdığımızı bilmədik. Qoca dalandar darvazanı açıb bizi həyətə buraxdı. Arxamızca otağa keçib buğlanan samavarı miz üstə qoydu. Kiçik armudu stəkanlara tünd ətirli çay süzdü. Sobanın közünü boşaldıb yerini quru odunla doldurdu. Sonra bizə xeyirli gecə dilədi və səssiz-səmirsiz çıxıb öz otağına getdi. Şaxtalı küçədə uzun gəzintidən sonra isti otaq bizə ləzzət verirdi. Çaylarımızı soymağa qoymadan
İsti-isti içdik. Ev sahibi stəkanlarımızı ikinci dəfə doldurdu. Miz üstünə çərəz qoydu. Sonra lampanın işığını azaltdı. Otaq xeyli qaranlıqlaşdı. Bu zaman o, sobanın dəmir qapısını açdı. Çatırtı ilə yanan quru odunların şöləsi ahənglə suvadılmış ağ divarları qırmızı zolaqlarla bəzədi. Təbrizli dostum, yarıqaranlıq otaqda sanki bu əyləncəli alov rəqsinə həmahəng olaraq alışdırdığı kibriti bir müddət barmaqları ucunda tutub, diqqətlə ona, lampaya, sobaya, divarlara baxdı. Çöpün 2/3 hissəsi yanıb, yaşı ötmüş qoca kimi əyildikdə, dostum kibritin yanmış ucunu o biri əlinə aldı və artıq qaralmış çöpün digər ucunu son şöləsi ilə siqarını yandırdı. Sonra saçlarına təzəcə dən düşmüş başını yuxarı qaldırdı. Ciyərlərinə doldurduğu tüstünü tavana buraxdı. Yenə həmişə fikirli görünən üzünü sobanın açıq qapısına çevirdi. Bir qurtum çay içdi və dərin qırışlarla örtülmüş alnını daha da qırışdıraraq yanıqlı ah çəkdi. Hə, Rəfiq, indi qulaq as. Cında qızının sərgüzəştini sənə nəql edim. Ehtiyacın üzü qara olsun. Gör, o insanların başına nə müsibətlər gətirir, deyə Təbrizli dostum mənə qəmli bir hekayət danışdı. 1-ci fəsil. Kəcil qapısında fağır bir suçu ailəsi yaşayırdı. Bir ər, bir arvad və bir qız uşağından ibarət olan bu ailə çox yoxsul idi. O qədər yoxsul ki, hətta kirayəyə belə miyanə otaq götürə bilməmiş, alçaq, darısqal, qaranlıq, rütubətli bir daxma tutmuşdular. Binəva suçunun ulağı da yox idi. Onun beli qırıla-qırıla sübh azanından axşam azanına dək evlərə, dükanlara daşıdığı sudan hasil olan bir neçə qıranlıq, zəhmət muzdu gündəlik ruzilərinə güc bəla ilə çatırdı. Yazıq suçu aylıq mənzil kirayəsini də həmişə borc ilə ödəyirdi. Bu yarı ac, yarı çılpaq evin yeganə sərvəti, ailənin vahid çörək mənbəyi olan su tuluğu, bu ümidsiz, təsəllisiz ailənin yeganə zinəti, evin vahid uşağı olan Küşvər idi. Küşvər anadan olanda validəsinin 16 yaşı var idi. Anası vəfat etdikdə isə Küşvər 10 yaşına təzəcə qədəm qoymuşdu. Qız valideynlərinin ilk və son uşağı oldu. Ana çox böyük əziyyətlə doğduğu ilkindən sonra fəna və pünhan bir mərəzə tutuldu. Biçarə qadın şam kimi gündən günə əriyib sönməyə başladı. Heç kim onun dərdinə vaqif ola bilmədi. Nəhayət bir gün 9 illik uzun, üzücü xəstəlikdən sonra Küşvərin gənc, gözəl, mehriban anası son dəfə öz yadigarını öpüb, həsrət və intizarla dolu gözlərini həmişəlik yumdu. Bu zaman Küşvər mərhum validəsinin bütün gözəlliklərini öz çöhrəsində cəm etmiş və bu qəşəng mirasa özündən bir neçə zərif cizgi artırıb onu bir qədər də zənginləşdirmiş, daha füsunkar, daha cazibədar surətə çevirmiş kiçik, sevimli bir qız idi. Yaşına görə uca boyu, düz qaməti, incə beli vardı. Qəşəng baldırlarını sığallayan qalın, qara hörükləri uzaqdan nəzər diqqəti cəlb edirdi. Yaxından baxdıqda isə bir qədər uzunsov əsmər bənizinə, badamvari süzgün ala gözlərinə, sıx iti kipriklərinə, uzun qara qaşlarına heyran olmamaq mümkün değildi. Bu balaca qızın solğun simasında tipik bir şərq gözəli yetişirdi. Anası məhrumiyyətlər içində keçirdikləri məşəqqətli həyatın bütün ağır yükünü öz xəstə omuzlarına alaraq tək balasını
cəmi aləmdən ayırıb şəfqətli ağuşunda bəsləmiş, qışda yanmaqda olan qəlbinin atəşi ilə onu qızdırıb soyuqdan, yayda sönməkdə olan könlünün buz nəfəsi ilə sərinlədib istidən qorumuşdu. Beləliklə də başdan başa ehtiyac içində boğulan evdə doğulan Küşvər bir növ ehtiyac görmədən böyümüş, ailənin qayğı dolu həyatında bir növ qayğısız bəslənib dirçəlmiş, zərif təbiətində mühitin kobud izlərinə yer vermədən sevimli anasının mehriban qoynunda nazənin çiçək kimi tərabət tapmışdı. Bəli, bu körpə məxluq, dərd və yoxsulluqdan eybəcərləşmiş yazıq bir ailənin yeganə zinəti, onun qaranlıq otağının nurlu çırağı, yavan süfrəsinin ləziz mətayı idi. Lakin Küşvər dünyaya gələli, ailənin onsuz da ağır olan zindəganlığı daha da fənalaşmış. Xüsusən anasının doğumdan sonra mübtəla olduğu sağalmaz xəstəlik evə müthiş hüzn gətirmişdi. Küşvər böyüdükcə bu fəlakət də onunla bərabər qarış-qarış artmış, uşaq boyatdıqca ailənin həyatı da addım-addım tənəzzülə uğrayıb, uçuruma yuvarlanmışdı. Nəhayət, Küşvər 10 yaşına girəndə validəsi vəfat etmiş və sanki bununla da bədbəxt uşağın faciəsinin birinci fəsli bitmişdi. Küşvərin anası öldükdən sonra atası bir müddət evi balaca qızının öhdəsinə buraxıb tək yaşadı. Küşvər də körpə vücudunu ailə zəhmətinə verdi. O, əziz xatirəsi gözləri önündən getməyən mərhum anasının bütün hərəkətlərini təqlid edərək evi süpürüb yığışdırır, yemək hazırlar, paltar yuyardı. Həm də uşaq rəhmətli nənəm də belə edərdi deyə bu işləri elə böyük bir səylə görərdi ki, bütün günü işlədiyi halda yorğunluq bilməz, yalnız axşam yatağa uzandıqdan sonra əzələlərinin ağrıdığını hiss edərdi. Ancaq bu vaxtda sevimli anasını yadına salar və yalnız öz uşaq könlünə bəlli olan məchul bir sevinclə bu ağrılardan hətta bir növ zövq alardı. Bu minval ilə Küşvər gündüzləri səhərdən axşama dək işlər, gecələr isə səhərə qədər röyada Dərbəndin kiçik qızları ilə oynayıb yorğunluğunu alardı. 5-6 ay beləcə davam etdi. Nəhayət, tək yaşamağa dözə bilməyən ata günlərin bir günündə evə bir arvad gətirib, bu sənin təzə anandır, dedi. Yeni xanım da qızım deyib əyilib Küşvərin üzündən öpdü. Ana, onun da təzəsi köhnəsi olarmı? Küşvər uşaq qəlbində öz-özünə verdiyi bu sual içində ürkək baxışlarla arvadı altdan yuxarı süzdükdə, gözləri önündə mərhum, gənc anasının xəyalında həkk olunmuş şəfqətli surətinin tam əksinə olaraq qapqara, heybətli, qart bir sima gördü. Və bu andan Küşvərin balaca ürəyinə böyük bir vahimə düşdü. Ögey ana öz təzə əri ilə yastığa baş qoyduğu ilk gecə yetim qız röyasını doğma anasının ağuşunda keçirdi. Və səhər yuxudan oyanarkən yastığını göz yaşından islanmış gördü. İlk günlər ögey ana yetim qıza mehribanlıq göstərməyə cəhd elədi. Hətta bir neçə gün Küşvəri evdə işləməyə də qoymayıb küçəyə, kiçik rəfiqələri ilə oynamağa göndərdi. Bircə həftə sonra Küşvər analığının qəlbinin də eynən sifəti kimi qara olduğunu aşkar etdi. Ev işləri bütün çətinliyi ilə yenə balaca qızın üzərinə düşdü. Ata su tuluğunu dalına atıb, evdən çıxan kimi təzə ana da geyinib, qohum-qonşuya gedir və yalnız nahar vaxtı evə dönürdü. Bu zaman xörək biraz gecikirdisə və ya ev süpürülüb təmizlənmirdisə, paltar yuyulub hazır olmurdusa, ögey ana qızın üstünə düşür, zavallı uşağı insafsızcasına kötəkləyirdi.
Küşvər dinməz söyləməz bu ağır zərbələrin ağrısına dözür, məzlum ögey ananın yorulub ondan əl çəkməsini gözləyirdi. Fəqət arvad əldən ayaqdan düşdükdən sonra da xeyli donquldanırdı. Onun hər qarğışı, söyüşü, vurduğu kötəklərdən, təpiklərdən daha artıq küşvəri incidir, üzündəki cırmaqların qanı qurumamış, qəlbini parçalayıb qanadırdı. Xüsusən ögey ananın yava ağzından doğma ananın qəbrinə yağdırılan lənət və nifrin qurğuşun kimi qızın iliklərinə işləyir, damarlarında qanını dondururdu. Bu vaxt küşvər həyətin lal divarı dibinə çəkilib, hönkür-hönkür ağlayırdı. İlk zamanlar o sevimli anasını imdada çağırırdı. Nənə, ay nənə. Sonralar küşvər anasından hay gəlmədiyini görüb tez-tez başqa bir adamı çağırır. Bəzən dodaqaltı öz ürəyində, bəzən də qeyri-ixtiyari ucadan başqa bir adı təkrar edirdi. Əjdər, ay Əjdər. Bu qədər məhəbbətlə çağırdığı adam atasından çox ümid bəslədiyi küşvərin yeganə havadarı olan dayısı oğlu idi. Balaca kirayənişin qızın divar dibinə qısılıb hönkür-hönkür ağlaması suçu ailəsinə yaşadığı həyətin sahibi qoca hacının nəzər diqqətini cəlb etmişdi. Son zamanlar kişi qızı gözdən qoymaz, saatlarla pəncərə arxasında oturub pünhan-pünhan küşvərə tamaşa edərdi. 12 yaşlı uşağa meyil salmış, 60 yaşlı bu qoca İranın əksər hacıları qəbilindən olsa da, istər zahirində, istərsə də batinində, özünə məxsus əlahiddə cizgilər, xüsusi xasiyyətlər mövcud idi. Hacı Məkkəyə öz xoşuna getməmiş. Uşaq vaxtında ona həccə atası aparmışdı. İndi o, əsl adını əvəz edən hacı titulunun nə tarixçəsini xatırlayır, nə də mənasını bilirdi. Boyu kiçik, bədəni arıq idi. Beli azca əyilmiş, çiyinləri peysərinin ardına çıxmışdı. Həna qoyulmuş sallaq bığları, seyrək saqqalı var idi. Tez-tez öskürür, daim gözlərinin suyu axırdı. Kirli araqçınının qıraqları, başmaqlarının dabanları getmişdi. Rəngi solmuş qurşağı həmişə belindən sürüşürdü. Bütün bu görkəmi ilə Hacı ağaya yalnız bir şey yaraşırdı. Aftafa. Sanki kişi məhz sağ əlini aftafa alıb sol əli ilə belini tutaraq öskürə-öskürə həyətə çıxmaq üçün dünyaya gəlmişdi. Ancaq bu zahirən belə görünürdü. Daxilən isə Hacı ağanın öz aləmi var idi və bu aləmin də hər şeydən əvvəl iki qütbü mövcud idi. Acgözlük, şorgözlük. Bəli, Hacı çox xəsis idi. Eyni zamanda qoca subay idi. Məhəllədə onun haqqında qəribə əhvalatlar söyləyirdilər. Gəncliyindən atasından miras qalmış baqqal dükanında pula vəhşi ehtiras duymuşdu. Anasını acından öldürdükdən sonra da həyatının ağır keçməsinə baxmayaraq evlənməmiş, ailə xərclərinə sərf edəcəyi pulu toplayıb sandıqda gizlətməyi daha münasib görmüşdü. Ancaq bu pulu nə üçün yığdığı, kimin üçün saxladığı bu növ insanlar kimi onun özünə də dadlı bir tapmaca olmuş, qoca ömrünün sonunda özü öz qəlbinin bu qəribə sirrinə vaqif olmamışdı. Hacının dükan və mülkdən götürdüyü qazancın cüzi bir hissəsini xərclədiyi yeganə bir yer var idisə, o da ucuz ümumixanalar idi. Lakin kişi qocaldıqca oraya da pul xərcləməyə əli varmırdı. Səhərdən axşama dək dar və qaranlıq baqqal dükanının iyili, tozlu piştaxtası arxasında oturub, gözlərinin suyunu silə-silə, dinar pul yığan acgöz bir kişinin əlləri əsə-əsə, yava yerlərdə yava xanımlara verdiyi qranlar, közərmiş kömür kimi ətsiz barmaqlarını yandırır, iti bıçaq kimi iç alatını doğrayırdı. Onun cənnət saatları adına keçirdiyi gecələr cəhənnəm əzabına çevrilirdi. Digər tərəfdən isə
Kişi nə evlənmək istəyir, nə də nəfsini öldürə bilirdi. Bir gün hacı orada-burada keçirdiyi gecə məşğuliyyətlərini alver etdiyi, çörək yediyi və yatıb durduğu evə, onun üçün həm iş, həm də yaşayış yeri olan dükanına keçirməyi qərarı aldı. Gün qurtarıb axşam düşəndə, küçələrdən əl-ayaq yığılıb dükan-bazar bağlananda, Kəcil qapısının dar küçələrinə qaranlıq çökəndə, evləri olmayıb eşikdə qalan, yersiz və kimsəsiz, qarınları ac, başları baldırları açıq, dərdləri böyük, yaşları az qızları hacı öz baqqal dükanına çəkməyə başladı. Bu hacıya ucuz başa gəlirdi. Səhər azanında dükan sahibi qonağı oyadıb, əlinə bir ovuc şirini verir, alaqaranlıqda yola salırdı. Neçə il bu minval ilə davam etdi. Günlərin birində axşamdan xeyli keçmiş hacı artıq adi müştərilərin yolundan gözünü çəkib, öz gecə qonaqlarını gözlədikdə dükana bərk-bərk çadıraya bürünmüş bir qadın girdi. Təkcə yaşmağından deyil, çit çadıra altında qabaran uca boy buxunundan və doğulu əndamından da bu, hacının o biri qonaqlarına oxşamırdı. Dükan sahibi gözünü küçədən çəkib qadına dikdi. Özünü yığışdırdı. Qonaq üzünü açıb salam verdikdə, ev sahibi onun həqiqətən digər müsafirlərə nisbətən böyük, 20-25 yaşlı bir gəlin olduğunu gördü. Siması çox əzgin və yorğun olsa da gözəl idi. O, sürməli gözlərini süzdü, qırmızı yanaqlarında qıvrılan qara birçəklərini oynatdı, al dodaqlarını aralayaraq siqar tüstüsündən saralmış dişlərini göstərib dedi: "Hacı ağa, bu gecə sizə qonağam." Qoca ömründə çox adamlar, xüsusən qızlar, qadınlar görmüş hacı, vaxtını tez keçirmiş bakirəliklə, vaxtından tez gəlmiş həyasızlığın ortaq olduğu bu qəşəng və yorğun simaya baxdıqda bir anlığa çaşdı. Ancaq tez özünə əl aldı. Sallaq bığlarını, seyrək saqqalını tərpədərək gülümsəyib dedi: "Hacı qurbandır qonağa da, onu yetirənə də. Onda dur, dükanı bağla. Yuxu üçün ölürəm," deyə çağırılmamış qonaq çadırasının ucu ilə ev sahibinin dizlərinə toxunaraq dükanın içinə keçdi və piştaxta arxasında kətil üstündə oturdu. "Yoxsa müştəri gözləyirsən hacı? Səndən yaxşı müştəri, qıza." Hacı cəld hərəkət etmək istəsə də yavaş-yavaş qalxıb dükanın qapısını bağladı. Sonra plətəni yandırdı. Çayniki üstünə qoydu. Xor-xor qəlyanını odladı. Piştaxta üstünə 2 nimçə qoydu. Bunların birində yarım səngəklə pendir, digərində biraz şirni ilə quru meyvə var idi. Ev sahibi onları qonağın qabağına itələyib dedi: "Ye qıza, hələ bir qarnını doldur görək." "Sən yenə də öz misafirlərini belə qəbul eləyirsən?" Ev sahibi dodaqlarını əsə-əsə fısıldadı. "Sənin kimi əziz qonaqlar üçün başqa təam da tapılar," deyə piştaxta altından bir kasa çıxarıb qızın qabağına qoydu. Qonaq kasanın dibindəki donmuş ət suyuna və sümük parçasına ikrahla baxıb tüpürdü. "Saxla özünə, səhər nahar elərsən." Sonra çadrasını çiyinlərinə çəkərək əlavə etdi: "Mən buraya acından gəlməmişəm. Yemişəm də, içmişəm də." Köynəyinin açıq yaxasından qızın sinəsini görən hacının bədəni titrədi. "Bəs niyə gəlmisən, qıza? Bayaq sənə dedim ki, fəqət yatmağa. 2 gecədir yuxusuzam, gözlərim yumulur." Ev sahibi bayaqdan bəri ağzında quruyub qalmış müştüyü sümürdü. Sonra onu qəlyanın üstünə qoydu. Fövrən ayağa qalxdı. Gözlərini qonaqdan çəkmədən əcələ ilə cırıq həsiri, mitil yorğan döşəyi yerə atmağa başladı. Qız qəlyanın müştüyünü
Dodaqlarına sıxaraq, boynunu yana əymiş, çadrası sürüşüb belindən kətil üstünə düşmüşdü. Əynində don yox idi. Gözaltı qızı seyr edən Hacının başı hərləndi. Bütün dükan zəlzələyə düşmüş kimi onun gözlərində əsim-əsim titrədi. Lakin Hacı bu zəlzələnin nədən baş verdiyini, hardan qopduğunu anlaya bilmədi. Ev sahibinə elə göründü ki, yatağı bir ilə hazırladı. Nəhayət, titrək səs ilə pıçıldadı. "Di dur, uzan xanım qız." Qonaq xumar gözlərini yarımçıq açıb süzgün baxışlarla ayaqları altına sərilmiş köhnə, kirli yatağa nəzər saldı. İyrənirmiş kimi dodaqlarını büzdü. Qəlyanın müştüyü ağzından düşdü. O yavaş-yavaş kətildən qalxdı. Çadıra bədənindən sürüşüb yerə sərildi. Qız cırılmış tuman köynək içində yarıçılpaq halda ayaq üstə durdu. Bayaqdan bəri Hacının bütün bədənini sarılmış titrətmə onun bəbəklərini də oynatdı. Sanki qaranlıqda gözləri önündə şimşək çaxdı. Ev sahibi əyilmiş belini bir qədər dikəldib, başını qonağın qənşərinə uzatdı. Hələ də titrəyən dodaqlarını onun köksünə yapışdırmaq istədi. Qız kəskin hərəkətlə geri döndü. Hacının dodaqları qızın kürəyinə yapışdı və o əllərini irəli uzatmaq istərkən qonağın ağ dabanını öz qırmızı saqqalında gördü. Hacı ağzının alışdığını hiss etdi. Lakin bu hərarətin onun dodaqlarına qızın vücudundan aldığı busədənmi, yoxsa yediyi təpik nəticəsində əngindən axan qandanmı keçdiyini dərk edə bilmədi. Qız balıq kimi sürüşüb Hacının əllərindən çıxdı və suya girirmiş kimi öz çit çatrasına büründü. Qoca donquldamağa başladı. "Qıza, bu da elədiyim yaxşılığın əvəzidir çıxırsan?" Birdən qonağın süzgün gözləri geniş açılıb, qəribə bir alovla parladı. Qaşları çatıldı, dodaqları büzüldü, dişləri qıcandı. O acı-acı güldü. "Bəli, Hacı," dedi. "Sənin mənə elədiyin yaxşılığın əvəzi budur. Fəqət bu gecəki yaxşılığın yox, 5-6 il əvvəl elədiyin yaxşılığın. Əlbət xatirindən çıxıb qoy yadıva salım. O zaman mənim 15 yaşım var idi. Yetim bir uşaq idim. Saxlayanım, yerim yurdum yox idi. Gündüzlər dilənçilik eləyirdim. Gecələr küçələrdə yatırdım. Bir axşam məni tovlayıb həmin bu xaraba dükana gətirdin. Həmin bu qaxsımış pendir çörəklə başımı aldatdın. Həmin bu murdar mitildə məni rüsvay elədin, Hacı." Qız danışdıqca bənizi saralır, boğazı qəhərlənir, səsi boğulur, gözləri dolub boşalırdı. "Ah naləmə, yalvar yaxarıma baxmadın. Yetimliyimdən, yersizliyimdən, aclığımdan istifadə elədin. Məni bədbəxt elədin, Hacı. Səhər də bir ovuc şirini verib yola saldın. Kaş o şirini zəhər olaydı. Kaş o gecə çöldə qalıb soyuqdan donaydım, sənə rast gəlməyəydim. Dükanımı tanımayaydım. Kaş öləydim, bu günə qalmayaydım. O vaxtdan cındaxanalara düşdüm. 5 ildir ki, hər gün bir neçə yol ölüb, dübarə dirilirəm. Daha dözə bilmədim, canım boğazıma yığıldı. Bu axşam baş götürüb qaçdım. Özü də görürsən ki, nə kökdəyəm. Sərxoş sərbazların əlindən çıxıb qaçmışam. 2 gecədir yatmamışam. Bir yer tapa bilməyib gecələmək üçün dükanıma pənah gətirdim. Ancaq sən özgə xəyallara düşmə. Sən öz yaxşılığının əvəzini çoxdan, həm də artıqlığı ilə almısan. Daha mən uşaq deyiləm. Toxunma. Sabah sübh namazında özüm çıxıb gedəcəyəm. Qoy 1 saat gözümün odunu alım." "Hə, nə ağzı açıb baxırsan? Yoxsa tanımırsan məni?" Qoca döşəməyə qanlı bir tüpürcək atıb qəzəblə donquldandı.
Bəyəm birsiz, onsuz, yüzsüz, hansınızı tanıyım? Dükanım dönüb İran yetimlərinin mehmanxanasına. Hələ narazıdırlar da. Bu da mənim yaxşılığım. Səsini yumşaldıb əlavə elədi. Yaxşı, madam ki biz səninlə köhnə tanışıq, bu gecə çöldə qalma, dükanımda irahatlan. Ancaq Hacı əminin də canını irahat elə. Ev sahibi qonağa həmlə edib çadırasını çiyinlərindən dartdı. Uzaq dur bir şərəf. Dedim ki, taqətim yoxdur. Qoy dincimi alım. Özün də bil ki, daha ağlamayacağam, yalvarmayacağam. Artıq mən sənin kimilərini, səndən də zorluları çox görmüşəm. Binamus. Onu bil ki, indi mənim gücüm sənə çatar. Qız sol əli ilə çadırasının üstündə tutmaqda davam edərək, sağ əli ilə Hacını kənara itələdi. Hacı yenidən hücum çəkdi. Əlbəyaxa oldular. Uzan, yat qıza. Burax, çıxım gedim baba. Qız qapıya atıldı. Hacı arxadan onu qucaqlayıb geri dartdı. Dükan qaba söyüşlərlə doldu. Süpürüşdülər. Qoca haradansa bədəninə dolan qeyri-adi bir qüvvə ilə qızın çadırasını dartıb yerə saldı və qollarını kəlbətin kimi onun əndamına yapışdırdı. Qız dartındı. Bu təmasdan kişinin dizləri əsdi, qolları boşaldı. Qız güclü zərbə ilə onu vurub piştaxtaya yıxdı. Lampa yerə, yorğan döşək üstünə açdı. Lakin Hacının gözlərində yanan atəş, otağın birdən-birə qaranlıqlaşdığını sezməyə ona imkan vermədi. Qonaq çadırasını götürüb qapıya atıldı. Yenə arxadan ev sahibi onu haqladı. Ancaq bu dəfə qapıdan ayıra bilmədi. Qız cəftəni qaldırmağa, qapını açmağa müvəffəq oldu. Fəqət Hacı ona çölə çıxmağa imkan vermədi. Hörüklərindən yapışıb geriyə çəkdi və artıq alışıb yanmaqda olan yatağa dartdı. Ev sahibi ilə qonaq bir neçə dəqiqə od içində əlləşdilər. Nəhayət, gənclik qocalığa, iradə, ehtirasa üstün gəldi. Qız dişlərini Hacının xırtdəyinə keçirdi. Bayaq kişi onun saçlarından yapışıb dartarkən özünün daz olduğuna nə qədər sevinmişdisə, indi dişsiz olduğuna o qədər heyfsiləndi. Qız onun xırıldadığını görüb cəld ayağa qalxdı və çadırasını yarı üryan bədəninə sarıyaraq çölə sıçradı. Külək açıq qapıdan dükana hücum çəkdi. Alov şiddətləndi. Dükan sahibi bir müddət düşdüyü yerdə hərəkətsiz qaldı. Birdən üzünün yeni bir atəşdən qızışdığını, gözlərinin tüstüdən acışdığını hiss etdi. Başını qaldırdıqda dükanın od tutub yandığını gördü. Hövülnak ayağa durub daxılın üstünə atıldı. Gec idi. Dükan tonqal kimi şöhlələnir, qaranlıq məhəlləni işıqlandırırdı. Hacı təlaş içində çığıra-çığıra ora-bura vurnuxmağa başladı. Lakin bifayda. O ancaq canını oddan qurtara bildi. Vay harayı, gecənin sükutunu pozsa da dükanın yanğınını söndürə bilmədi. Bu qəzadan sonra Hacı uzun zaman özünə gəlmədi. Hətta bir müddət yorğan döşəyə düşdü. Nəhayət, yavaş-yavaş ayağa qalxdı. Ancaq təzə bir dükan açmağa özündə iqtidar tapmadı. Hacının yeganə gəlir mənbəyi mülkünün həmxanalarından aldığı kirayə haqqı oldu. Eyni zamanda Hacı ağa bir növ pəhriz saxlamağa başladı. Qarnından, boğazından kəsdiyi çay-çörəklə bərabər kiçik qızlarla məşğuliyyətinə də ara verdi. Nəhayət bu, qənaət hesabına yığılan dinar və reallar toplanıb tümənlərə çevrildikdə Hacı yeni bir ticarətə girişdi. Sələmlə qonum-qonşuya borc pul verməyə qurşandı. Kirayə və müamilədən götürdüyü qazanc yavaş-yavaş yığılıb müəyyən bir sərmayə təşkil etdikdə isə qoca yenə küçəyə çıxıb sulu gözlərini oğrun-oğrun ac, yurtsuz, yetim qızlara dikdi. Ancaq
artıq abır-həyasının son qətrəsini də tüpürcək kimi ataraq bu qızları öz evinə gətirdi. Yalnız indi bir qədər ehtiyatla tərpənir, bəlkə evinin də alışıb kül olacağından qorxaraq, daha onları hər gecə dəyişdirməyib, ev işlərinə yarayanları seçir, qulluqçu adı ilə saxlayıb işlədir. Bir neçə gündən sonra isə tənbəlsən ya əl əyrisən deyərək hərəsinə bir damğa vurub qovur, yenisini gətirirdi. Bu balaca qızlardan biri isə onun öz həyətində yaşayır, onun gözləri önündə dirçəlirdi. Artıq qoca nəzərini küşvərdən çəkə bilmir, bu körpə şikarı da tora salmaq üçün fikirləşir, münasib fürsət axtarırdı. Dəyərli izləyicilər, Seyfəddin Dağlının Kəcil Qapısı romanının növbəti hissələrini dinləmək istəyirsinizsə, kanalımı izləyin, abunə olmağı yaddan çıxarmayın.